Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Mən Gönçə Ələkbərova. Bu gün sizə 4-cü sinif Azərbaycan dili dərsliyinin 2-ci bölməsi Qarabağ ana yurdum adlı bölmənin izahına baxacağıq. Gəlin A tapşırığına baxaq. Azərbaycan xəritəsində 2-ci Qarabağ müharibəsi nəticəsində azad edilmiş rayon və şəhərləri müəyyən edin. Həmin ərazilər haqqında bildiklərinizi danışın. Görürük ki, biz Azərbaycan xəritəsində Qarabağ regionuna aid olan işğaldan azad edilmiş rayonlarımızı görürük. Bu rayonlarımız Kəlbəcər, Xocalı, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xankəndi və Zəngilan əraziləridir ki, 2020-ci il 27 sentyabr tarixindən 44 günlük zəfər döyüşləri zamanı işğaldan azad edilmişdir. Bugün artıq Azərbaycan tamdır, bütövdür. B tapşırığı. Qarabağla əlaqədar oxuduğunuz mətnləri xatırlayın. Həmin mətnlərin məzmununa istinad edərək verilmiş fikirləri əsaslandırın. İlk şəkildə 1-ci sinifdə keçdiyimiz Azıq mağarası, ikinci şəkildə Qarabağ atının şöhrəti, bunu da 2-ci sinifdə keçmişdik. Üçüncü şəkildə Bəyaz və Cubbulu mətninin illüstrasiyasını görürük, bunu da 2-ci sinifdə keçmişdik. Və sonuncu şəkildə isə Bura vətəndir adlı mətni xatırlayırıq ki, bunu da 3-cü sinifdə keçmişdik. Gəlin Azıq mağarası haqqında bildiklərimizi xatırlayaq. Bu əhvalat lap çoxdan olub. O zaman insanlar ev tikməyi bacarmırdılar. Onlar çöldə, meşədə yaşayırdılar. Şaxtalı bir gün idi. İnsanlar soyuqdan qorunmaq üçün yer axtarırdılar. Onların arasında Domrul adlı balaca bir oğlan da var idi. Birdən Domrul qayaların arasında yarıq gördü. Tez ata-anasını səslədi. Bura gəlin, mağara tapmışam. Domrul böyükləri gözləməyib mağaraya girdi. Elə bu vaxt onun qarşısına böyük bir ayı çıxdı. Domrul azıq, azıq qışqıra-qışqıra mağaradan çölə atıldı. O zaman ayıya azıq deyirdilər. Ayı da onun dalınca mağaradan çıxdı. Nərildəyərək insanlara hücum etdi. Ancaq insanlar geri çəkilmədilər. İti uclu dəyənək və daşlarla ayını qovdular. O gündən mağara insanların məskəni oldu. Həmin mağara bu gün də Azıq mağarası adlanır. Mətndə göstərilir ki, qədim insanlar soyuqdan qorunmaq üçün Azıq mağarasını özlərinə yaşayış yeri seçiblərmiş. Qədim insanlar ayıya həm də azıq deyirlərmiş. Bu gün də həmin mağara Azıq mağarası adlanır. Doğrudan da Azıq mağarası dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Elə burada birinci sualın da cavabını vermiş oluruq ki, Qarabağda yerləşən Azıq mağarası dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Əlavə olaraq Azıq mağarasında insanın alt çənə sümüyü də tapılmışdır ki, yəni qədim insanın alt çənə sümüyü də tapılmışdır ki, bugün o çənə sümüyü muzeydə saxlanılır. Qarabağ atları gözəl görünüşü, sürətli, çevik olması ilə dünyada şöhrət qazanmışdır. Bəli. Xatırlayırıqsa, Qarabağ atının şöhrəti mətnində İngiltərədə keçirilən at yarışında qalib gələn və kraliçaya hədiyyə edilən Zaman adlı atdan danışılır ki, həmin at sürətli, çevik və gözəl görünüşü ilə dünyada tanınmışdır. Üçüncü şəkildə isə biz Bəyaz və Cubbulu mətnini xatırlayırıq. Həmin mətndə Sürəyya adlı qızın öz yurd yuvasından didərgin düşməsi, yəni qaçqın düşməsindən danışılır. Və sonuncu şəkildə Bura vətəndir mətnində vaxtilə yurdundan didərgin düşmüş və Zəfər müharibəsi dövründə öz yurduna yerindən qayıtmış İlqardan bəhs olunur. Həm də həmin İlqar ki, Füzuliyə geri dönmüşdü. Füzuli ana yurduna geri dönmüşdü. Demək, işğal nəticəsində Qarabağ əhalisi yurd yuvasından didərgin düşmüşdü. Bu, Bəyaz və Cubbulu mətninə aiddir. 44 günlük vətən müharibəsi nəticəsində Qarabağ işğaldan azad olundu. Bu, sonuncu şəkilə aiddir. Davam edək. C tapşırığı. Qruplarla iş. Məlumat vərəqlərindəki faktları rabitəli mətn şəklində təqdim edin. Qarabağ şikəstəsi, yaranma tarixi 19-cu əsr, məşhur ifaçısı Xan Şuşinski,
Xalq bayatıları və aşıq musiqisi əsasında formalaşmış muğam növüdür. Növbəti məlumat vərəqində Üzeyir Hacıbəyli barədə danışılır ki, yaşadığı illər 1885-1948, doğum yeri Ağcabədi, böyüdüyü yer Şuşa, fəaliyyəti jurnalist, bəstəkar, musiqişünas, ictimai xadim, dəfn olunduğu yer Bakı, Fəxri Xiyaban. Azərbaycan Respublikasının dövlət himninin bəstəkarıdır. Onun doğulduğu gün 18 sentyabr Milli Musiqi Günü kimi qeyd olunur. Cudur düzü yerləşdiyi ərazi Şuşanın ən yüksək hissəsində sıldırım qayalar və meşələrlə əhatələnmiş yer. Burada Novruz bayramı, el şənlikləri, Cıdır adlanan at yarışları, Xarı Bülbül musiqi festivalı keçirilmişdir. Uzundərə rəqsi. Yaranma dövrü 19-cu əsr, yarandığı yer Ağdam, mahir ifaçıları Əminə Dilbazi, Əlbaba Abdullayev və başqaları, musiqisi xalq musiqisidir. Rəqsin adı Ağdamda yerləşən bir dərənin adı ilə bağlıdır. Uzun dərədən keçməli olan insanlar dincəlmək üçün yol üstü əylənib rəqs edirlərmiş. Uşaqlar, siz bu məlumatlardan istifadə edərək rabitəli mətn yazmalısınız. Davam edək. Ç tapşırığı. Səməd Vurğunun Azərbaycan şeirindən verilmiş bəndi oxuyun. Suallara cavab verin. Könlüm keçir Qarabağdan. Gah o dağdan, gah bu dağdan. Axşam üstü qoy uzaqdan, havalansın xanın səsi. Qarabağın şikəstəsi. Gəlin suallara keçək. Şeirdə Qarabağın təbiəti və musiqisi haqqında hansı məlumatlara rast gəldiniz? İkinci sual. Şeirin məzmunundan çıxış edərək havalansın sözünün mənasını izah edin. Şair Qarabağın məşhur xanəndəsi Xan Şuşinskinin adını çəkir və onun ifasında Qarabağ şikəstəsi muğamının hər tərəfə yayılmasını, eşidilməsini arzu edir. Baxın, biz burada Qarabağ şikəstəsi adlı məlumat vərəqində də gördük ki, məşhur ifaçısı məhz Xan Şuşinski olmuşdur ki, həmin şeirdə də, Səməd Vurğunun yazdığı şeirdə də Xan Şuşinskinin səsinin dünyaya şöhrət salmasını istəyir. İkinci cümləyə baxaq. Havalansın sözünün mənasını izah etsək, havalanmaq sözü məcazi mənada işlədilmişdir. Yəni burada musiqinin uca səslə oxunması, hər tərəfdə eşidilməsi mənasında verilmişdir. Fəsil 1. Qarabağ xanlığı. 1. A tapşırığı. Cavad xan mətnini xatırlayın. Bu mətndə hansı tarixi şəxsiyyətlərdən danışılır? Hansı tarixi hadisə təsvir olunub? Ümumən tarixi şəxs deyəndə kim başa düşülür? Tarixi şəxs deyəndə ölkənin və yaxud da ümumən dünyada tanınmış insandır. Hər hansı bir sahədə tanınmış insan nəzərdə tutulur. Bəs yaxşı, Cavad xan mətnində nədən danışılır? Cavad xan mətnində Rusların Azərbaycana hücumundan danışılır. 1804-cü ildə Rusların Gəncəyə hücumu zamanı Cavad xan vətənini qəhrəmancasına qoruyub şəhid olur. Yalnız bundan sonra Ruslar Gəncəni işğal edirlər. B tapşırığı. Qarabağın tarixi haqqında nə bilirsiniz? Ümumən, Qarabağın tarixi haqqında bildiklərimizi bir xatırlayaq, refleksiya edək beynimizdə. Sonra Pənahəli xan mətnini oxuduqdan sonra biz həmin bilgilər üzərində artıq yeniləmələr apararıq. Pənahəli xan. Təxminən 270 il əvvəl Azərbaycan ərazisində 20-yə yaxın kiçik dövlət var idi. Bu dövlətlər xanlar tərəfindən idarə olunurdu. Ona görə də xanlıq adlanırdı. Gəncə xanlığı, Qarabağ xanlığı, Naxçıvan xanlığı, Şəki xanlığı, İrəvan xanlığı, Şamaxı xanlığı və başqaları. Bu mətndə Azərbaycan xanlıqlarından birinin, Qarabağ xanlığının yaranmasından bəhs olunur. Qarabağ xanlığı haqqında nə öyrənmək istərdiniz? Suallar tərtib edin və mətni oxuyarkən həmin suallara cavab axtarın. Uşaqlar, siz videonu burada saxlayın və Qarabağ xanlığı haqqında nə öyrənmək istəyirsinizsə, həmin sualları dəftərinizdə yazın və həmin suallara mətndə cavab axtarın. Nadir Şahın sarayında. Mətnə keçməzdən öncə biz yan tərəfdə Qarabağ xanlığının banisi, yəni Pənahəli xan Cavanşiri görürük, onun şəklini görürük. Yaşadığı müddət 1693-cü ildən 1763-cü ilə qədərdir. Demək, Pənahəli xan
neçə il ömür sürmüşdür? Bəli, 70 il ömür sürmüşdür. Nadir Şahın sarayında. Nadir Şah dünya tarixində məşhur hökmdarlardan biri olub. Onun əyanları arasında iki qardaş var idi. Fəzləli bəy və Pənahəli bəy. Onlar ağıl və fərasətlərinə görə böyük nüfuz qazanmışdılar. Bu qardaşlar Qarabağın Cavanşirlər soyundan idilər. Nadir Şah 1736-cı ildə hakimiyyətə gəlmişdi. Bu zaman ona qarşı çıxan bir neçə tayfanı sürgünə göndərmək qərarına gəlir. Onların arasında Cavanşirlər tayfası da var idi. Fəzləli bəy həmyerlilərini müdafiə etmək üçün şahı fikrindən döndərmək istəyir. Ancaq buna nail ola bilmir və özü də cəzalandırılır. Yurda dönüş. Pənahəli bəy qardaşı Fəzləlinin ağır cəzalandırılmasını görüb sarayı tərk edir. Bundan xəbər tutan Nadir Şah onu ələ keçirmək üçün ardınca çapar göndərir. Lakin onu tutmaq mümkün olmur. Pənahəli bəy Qarabağa gəlir. Bir müddət dağlarda, meşələrdə gizlənir. Cəmaatı incidənlərə qarşı mübarizə aparır. Qarabağlıların ümid yerinə çevrilir. Uşaqlar, biz burada soy kökünün mənasına baxırıq. Soy, əsil, əcdad, nəsil kök deməkdir. Xan qızı Xurşudbanu Natəvan, Ağabəyim ağa, məşhur xanəndə Xan Şuşinski də Cavanşirlər soyundan olub. Gəlin davam edək. Qarabağ xanlığının yaranması. Nadir Şah 1747-ci ildə düşmənləri tərəfindən öldürülür. Bu hadisədən sonra Qarabağda böyük nüfuz qazanmış Pənahəli bəy özünü xan elan edir. Beləliklə Qarabağ xanlığının əsası qoyulur. Pənahəli xan xanlığı möhkəmləndirmək üçün tədbirlər görür. Vaxtilə yurdlarından sürgün edilmiş Qarabağ tayfalarının qayıtmasına kömək edir. Xanlığın müdafiəsini təmin etmək üçün güclü qoşun yaradır. İqamətgah üçün əvvəlcə Bayat, sonra Şahbulaq qalalarını tikdirir. Qısa müddətdə Qarabağ Azərbaycanın ən güclü xanlıqlarından birinə çevrilir. Şuşa qalası. Pənahəli xan 1752-ci ildə Qarabağın hündür yerlərindən birində qala şəhər saldırmaq qərarına gəlir. Bir tərəfdən uçurum, digər tərəfdən sıldırım qayalarla əhatə olunmuş yüksəklikdə indiki Şuşa şəhəri salınır. Şəhər xanın şərəfinə Pənahabad adlandırılır. Qarabağ xanlığının iqamətgahı Şahbulaq qalasından buraya köçürülür. Şəhərdə Pənahabadi adlı gümüş pul buraxılmağa başlanır. Şəhər 2,5 km uzunluğunda müdafiə divarları ilə əhatə olunmuşdu. Qalanın dairəvi bürcləri, mazğalları və 3 darvazası vardı. Şuşa qalası Pənahəli xanın bizə miras qoyduğu ən böyük yadigardır. Bu qala indi də Azərbaycan xalqı üçün yenilməzlik və zəfər simvoludur. Biz burada Şuşa qalasını görürük. Rus rəssamı Vereshchaginin rəsmi 1865-ci ildə çəkilmiş Şuşa qalasının rəsmidir. Uşaqlar, gəlin suallara keçməzdən öncə söz boğçasındakı sözlərin mənaları hardasa sizə tanış olmaya bilər. Yəni bəzi sözləri ilk dəfə görmüş ola bilərsiniz. Amma bunu biz kontekstdən çıxış edərək tapa bilərik. Əyan sözünə baxaq. Əyan, onun əyanları arasında iki qardaş var idi, Fəzləli bəy və Pənahəli bəy. Onlar ağıl və fərasətlərinə görə böyük nüfuz qazanmışdılar. Bu qardaşlar Qarabağın Cavanşirlər soyundan idilər. Uşaqlar, əyan saraylarda yaşayan nüfuzlu şəxs deməkdir. Nüfuz, elə nüfuz adsan deməkdir. Yəni məşhurluq, adsan, şan, şöhrət. Sürgün, cəzalandırılmaq, cəza üçün hər hansı bir yerdən başqa bir yerə göndərilmək mənasındadır. İqamətgah, yaşadığı yer mənasındadır. Bani, yəni qurucu mənası. Miras isə var dövlət deməkdir. Davam edirik. C tapşırığı. Sözlərin izahları ilə tanış olun, şəkillərlə uyğunlaşdırın. Mazğal, qala divarlarında atışma üçün qoyulan deşik. Uşaqlar, burada fikir versək, qala divarında qoyulan deşiklər hardadır? Baxın, burada 3-cü mazğal hissəsi buradır. Baxın, bu hissələr mazğal adlanır. Bürc,
Qala üzərində qurulmuş müşahidə və müdafiə qülləsidir. Bürc bu hissədir. Darvaza isə qədim şəhərlərin, qalaların hasarındakı böyük qapı. Bu isə darvazadır. Davam edək. Mətnlə bağlı suallara cavab verin. Nadir Şah ona qarşı etiraz edənləri necə cəzalandırırdı? Bu zaman ona qarşı çıxan bir neçə tayfanı sürgünə göndərmək qərarına gəlir. Yəni onları sürgün edir, başqa bir yerə göndərir. Yəni bu onun cəza sistemlərindən biri idi. Davam edək. Qarabağ xanlığı nə zaman yarandı? Gəlin baxaq. Qarabağ xanlığının yaranması. Qarabağ xanlığı Nadir Şah 1747-ci ildə düşmənləri tərəfindən öldürülür. Bu zaman bu hadisədən sonra Qarabağ xanlığı yaranmış olur. Pənahəli xan Qarabağın müdafiəsini necə təşkil etdi? Gəlin baxaq. O Qarabağ xanlığı Azərbaycanın ən güclü xanlıqlarından biri idi. Bunun da səbəbi xanlığın müdafiəsini təmin etmək üçün güclü qoşun yaratmışdı. İqamətgah üçün əvvəl Bayat, sonra Şahbulaq qalalarını tikdirir. Bundan başqa əlavə olaraq da Pənahəli xan 1752-ci ildə Qarabağın hündür yerlərindən birində qala şəhər saldırmaq qərarına gəlir ki, bu da şəhərin müdafiəsi üçün çox əlverişli idi. Şuşa şəhərinin yerləşdiyi ərazini təsvir edin. Şəhərin həmin ərazidə salınmasının səbəbi nə idi? Uşaqlar, mətndə də təsvir olunduğu kimi Şuşa qalasının yerləşdiyi ərazi necə ərazi idi? Bir tərəfdən uçurum, digər tərəfdən sıldırım qayalarla əhatə olunmuşdu. Biz bilirik ki, 2020-ci il Zəfər müharibəsi zamanı bütün dünyaya səs salan ən vacib hadisələrdən biri də məhz Şuşa şəhərinin işğaldan azad olunması idi ki, bu da necə olmuşdu? Əli yalın döyüşçülərimizin həmin o sıldırım qayalara əl-yalın dırmaşması nəticəsində baş vermişdi. Yəni bu həqiqətən də böyük hadisələrdən biri idi ki, o cür çətin yüksəkliklərə əl-yalın dırmaşmaq hər igidin işi deyil. Amma bunu məhz Azərbaycan oğulları bacarmışdı. Davam edək uşaqlar. 2A. Pənahəli xan hansı soydan idi? Biz bilirik ki, Pənahəli xan Cavanşirlər soyundan idi. Həmin soydan olan hansı məşhur şəxslər var? Həmin soydan olan hansı məşhur şəxslər var? Baxın, burada yazılmışdı. Demək, xan qızı Xurşudbanu Natəvan Ağabəyim ağa məşhur xanəndə Xan Şuşinski də Cavanşirlər soyundan idi. Yəni, Cavanşirlər soyuna məxsus olan insanlar Xurşudbanu Natəvan, Ağabəyim ağa və Xan Şuşinskini misal gətirə bilərik. Bu haqda mətnin hansı hissəsinə məlumat verilir? Bu haqda mətnin demək, giriş hissəsinə məlumat verilir. Yəni Cavanşirlər soyu barədə danışılır. Sonra isə həmin soy kökün izahı verilir aşağıda. Davam edək. B tapşırığı. Pənahəli xan mətnini yazmaqda müəllifin məqsədi nədir? Düzgün fikirləri seçin və seçiminizi əsaslandırın. Qarabağ xanlığının yaranması haqqında məlumat vermək, Qarabağ tayfaları haqqında məlumat vermək, Nadir Şahın Qarabağ cəmaatı ilə münasibətindən bəhs etmək, Azərbaycan tarixində mühüm yer tutan Pənahəli xanı tanıtmaq. Təbii ki, mətni yazmaqda müəllifin məqsədi Azərbaycan tarixində mühüm yer tutan Pənahəli xanı tanıtmaq və bir növ Qarabağın yaranma tarixini, Qarabağ xanlığının yaranma tarixini oxuculara çatdırmaqdan, yəni sizə çatdırmaqdan ibarətdir. C tapşırığı. Mətndə hansı hadisələrin tarixi göstərilmişdir? Uşaqlar, mətndə demək, Nadir Şahın hakimiyyətə gəlməsi göstərilmişdir 1736-cı ildə. Sonra Nadir Şahın öldürülməsi tarixi göstərilmişdi ki, bu da 1747-ci ilə təsadüf edir. Pənahəli xanın 1752-ci ildə Şuşa qalasının tikdirilməsi tarixi hadisəsini görürük və mətnin bu hissəsində məşhur Rus rəssamı Verşaginin
Şuşa qalasını təsvir etdiyi rəsmi görürük ki, bu da 1865-ci ildə çəkilmişdir. Xronologiya. Xronologiya hadisələrin tarixi ardıcıllıqla əks olunmasıdır. Tarixi informativ mətnlərdə hadisələr xronoloji ardıcıllıqla təsvir edilir. Ç tapşırığı. Mətnə əsasən tarixi hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Gəlin baxaq uşaqlar. Demək, Qarabağın bir çox tayfaları Nadir Şaha qarşı çıxır. Nadir Şah hakimiyyətə gəlir, dağların əhatəsinə əlçatmaz Şuşa şəhəri salınır, Pənahəli xan Qarabağ xanlığını yaradır, Bayat qalası tikilir və Qarabağ xanlığının mərkəzi elan olunur. Demək, burada ən birinci baş verən hadisə, yenidən mətnə geri dönək. Mətnə geri dönsək, baxırıq ki, Nadir Şahın sarayında, yəni birinci Nadir Şahın hakimiyyətə gəlməsidir. Sonra Nadir Şaha qarşı çıxan tayfaların var olmağıdır. Demək, birinci hadisə, xronologiya bu formada olacaq ki, B 1-dədir. Yəni Nadir Şahın hakimiyyətə gəlməsi. Sonra Qarabağın bir çox tayfaları Nadir Şaha qarşı çıxır. 2. Daha sonra Pənahəli xan Qarabağ xanlığını yaradır. 3. Daha sonra Bayat qalası tikilir və Qarabağ xanlığının mərkəzi elan olunur. 4. Və ən sonda dağların əhatəsində əlçatmaz Şuşa şəhəri salınır. Bu da 5-dir. Mətndəki məlumatlardan çıxış edərək aşağıdakı hadisələrin tarixini müəyyənləşdirin. Pənahəli Nadir Şahın sarayını tərk edib Qarabağa qayıtdı. Uşaqlar, gəlin məlumatlara baxaq. Pənahəli xan nə zaman Qarabağa qayıda bilər? Yəni sarayı tərk edə bilər. 1736-cı ildə Nadir Şah hakimiyyətə gəlir. 1747-ci ildə isə Nadir Şah öldürülür. Bu ərəfədə Nadir Şaha qarşı çıxan insanlar olur. Yəni ona qarşı çıxan bir neçə tayfanı o sürgünə göndərir. Bu illər məhz 1736-cı il, bir dəqiqə, 1736-cı illə 1747-ci illəri əhatə etməlidir. Baxaq görək, Nadir Şahın hakimiyyətə gəldiyi dövr 1736-cı ildirsə, demək A variantını buradan ixtisar edirik. Niyə? Çünki bu hakimiyyətdən 3 il əvvəlki tarixi əhatə edir. Demək, bu aid deyil. 1751-ci ildə isə artıq Nadir Şah öldürülmüşdür. Demək, B variantı da deyil. Amma nə zaman Pənahəli Nadir Şahın sarayını tərk edə bilərdi? 1738-ci ildə. Doğru variant C variantı. Pənahəli xanın ölümündən sonra oğlu İbrahim Xəlil Qarabağ xanı oldu. Gəlin baxaq görək Pənahəli xan nə zaman ölmüşdür? Pənahəli xan 1752-ci ildə hələ Qarabağın hündür yerlərindən birində demək qala şəhər saldırır. Baxaq görək. 1752-ci ildən sonraki tarixlərə. 1736-cı ildə hələ Pənahəli xan olmamışdı. O hələ Nadir Şahın sarayında idi. Sonra 1748-ci ildə hələ Pənahəli xan yaşayırdı. Çünki 1752-ci ildə o Şuşa qalasını saldırmışdı. Şuşa qalasını tikdirmişdi. Demək, B variantı da deyil. C variantına baxsaq, 1763-cü ildə Pənahəli xanın ölümündən sonra İbrahim Xəlil Qarabağ xanı ola bilərdi. Yəni 1763-cü il düzgün variantdır. Davam edirik uşaqlar. E tapşırığı. Aşağıda verilmiş yaddaş xəritəsinə uyğun qeydlər götürməklə Hüseynqulu xan mətnini dinləyin. Hüseynqulu xan mətni məkan, zaman, tarixi hadisələr, tarixi şəxsiyyətlər və köhnəlmiş sözlər hissəsinə baxacağıq. Demək, gəlin dinləyək və siz də qeydlərinizi götürün. Rusiya Azərbaycan ərazisindəki xanlıqları ələ keçirməyə çalışırdı. Bu məqsədlə Rus ordusu 1804-cü ildə Gəncə xanlığına hücum edir. Ağır döyüşlərdə Cavad xan həlak olur. Gəncə işğal edilir.
1805-ci ildə isə Qarabağ, Şəki və Şamaxı xanlıqları Rus hakimiyyətinə tabe olur. 1806-cı ildə General Sisyanovun başçılığı ilə Rus ordusu Bakıya hücum edir. Bakı cəmaatının müqavimətinə baxmayaraq Rus ordusu Bakını mühasirəyə alır. Sisyanov Bakı xanı Hüseynqulu xandan qala qapısının açarlarını istəyir. Hüseynqulu xan razılıq verir. Açarları şəxsən Sisyanova təhvil verəcəyini söyləyir. General Sisyanov Bakının qala qapısının yanına gəlir. Burada o, Hüseynqulu xanın qardaşı oğlu tərəfindən öldürülür. Bununla Gəncə xanı Cavad xanın və minlərlə Azərbaycanlının qisası alınır. Uşaqlar, yaddaş xəritəsi üzrə qeydlərimizdə məkan hissəsini qeyd edirik. Azərbaycan, Gəncə, Bakı, ardıcıl olaraq. Tarixlər 1804-cü il, 1805-ci il və 1806-cı illərdir. Tarixi şəxsiyyətlər Cavad xan, Sisyanov və Hüseynqulu xandır. Tarixi hadisələr birincisi Rus ordusunun Gəncəyə hücumu və Cavad xanın öldürülməsi, yəni şəhid olmasıdır. İkinci hadisə Qarabağ, Şəki və Şamaxı xanlıqlarının Rus hakimiyyətinə tabe olmasıdır. Üçüncü hadisə isə Rus ordusunun Bakı xanlığına hücumu və General Sisyanovun Hüseynqulu xanla görüşü, Sisyanovun öldürülməsi ilə Azərbaycanlıların qisasının alınmasıdır. Köhnəlmiş sözlər xan və xanlıq sözləridir. Tapşırığı. Götürdüyünüz qeydlərə əsaslanaraq Hüseynqulu xan mətninin tarixi informativ mətn olduğunu əsaslandırın. Uşaqlar, biz tarixi informativ mətnlərdə bilirik ki, tarixi hadisələr xronologiya formasında verir və tarixi informativ mətnlərdə mütləq şəkildə köhnəlmiş sözlərdən istifadə edilir və biz həmin mətndə tarixi şəxsiyyətlər barədə məlumatlar öyrənirik. Davam edək. 3A. Sizcə tarixi mətnlərin müəllifləri keçmişdə baş vermiş hadisələr haqqında məlumatları necə əldə edirlər? Bunun barədə bir fikir yürüdək. Sizcə tarixi mətnlərin müəllifləri keçmiş zamanlar barədə haradan məlumatlar öyrənirlər? Ümumən, muzeylər ona görə var ki, biz orada tarixin izlərini görürük. Diqqət et, tarixi mənbə. Qədim əşyalar, abidələr, rəsmlər, xalçalar və əsərlər tarixi mənbələrdir. Tarixi mənbələr qədim dövrlərdə yaşamış insanların həyatını, adət-ənənələrini, mədəniyyətini, tarixi hadisələri öyrənməyə kömək edir. Mənim sizə ən gözəl tövsiyəm məhz muzeyləri ziyarət edib, tarixi hadisələr barədə geniş məlumatlar öyrənməyinizdir. B tapşırığına baxaq. Aşağıda tarixi mənbələr Pənahəli xan mətnində verilmiş hansı məlumatı təsdiq edir? 1835-ci ildə Rus tarixçilərindən biri yazırdı. Şuşa sanki möcüzə nəticəsində yaranmışdı. Gəncə tərəfdən onu hündür daş divarlar, dar mazğallar və uca qüllələr əhatə edir. Qalanın daxilindəki kiçik dördbucaqlı qəsrlərdə isə Pənahəli xan və onun ailəsi məskunlaşıb. Uşaqlar, gəlin mətnə yenidən qayıdaq. Demək, biz burada Şuşa qalasının sıldırım qaya üzərində salındığını bilirik. Yəni, o kiçik şəhər olmasına baxmayaraq çox əfsanəvi bir şəhərdir. Və biz bu tarixi hadisəni təsdiq edən hansı cümləyə rastlaşırıq? Elə o cümlədir ki, hündür yerlərindən birində qala şəhər saldırmaq qərarına gəlir. Bir tərəfdən uçurum, digər tərəfdən sıldırım qayalarla əhatə olunmuş yüksəklikdəki indiki Şuşa şəhəri salınır. Bu cümlə məhz həmin bu çalışmadakı Rus tarixçilərinin dediyini təsdiq edir. 1847-ci ildə Mirzə Camal Cavanşir Qarabağ tarixi əsərində yazırdı. Nadir Şah tərəfindən Xorasana köçürülmüş Qarabağ tayfaları vətənlərinə gəlməkdə idilər. Pənahəli xan adamları ilə birlikdə sürgündən qayıdan Qarabağlıları qarşılamaq üçün sərhədə qədər getdi. Hər kəs yurduna qayıdıb rahatlandı. Uşaqlar, yenidən mətnə qayıdırıq. Məhz burada yurda dönüş adlı bir yarımbaşlıq görürük. Həmin yarımbaşlıqda
Pənahəli bəy qardaşı Fəzləlinin ağır cəzalandırılmasını görüb sarayı tərk edir və o yenidən qayıdır. Pənahəli bəy Qarabağa yenidən qayıdır. Bir müddət dağlarda, meşələrdə gizlənir. Cəmaatı incidənlərə qarşı mübarizə aparır. Qarabağlıların ümid yerinə çevrilir. Məhz burada biz həmin bu hadisə barədə məlumatı genişləndirə bilərik. Mənbələrdən hansı əlavə məlumatları əldə etdiniz? Bu mənbələrdən biz 1835-ci ildə rus tarixçilərindən birinin Şuşa barədə yazması barədə öyrəndik. Gəncə tərəfindən görüntüsü barədə öyrəndik. Qalanın daxilindəki kiçik dördbucaqlı qəsrlərdə isə Pənahəli xan və onun ailəsinin yaşadığını öyrəndik. 1847-ci ildə Mirzə Camal Cavanşirin Qarabağ tarixi əsərini yazdığını öyrəndik və başqa hadisələr. Davam edək. Azərbaycan Milli Tarix Muzeyində saxlanılan bu eksponat Qarabağ xanlığı haqqında hansı məlumatı təsdiq edir? Pənahəli xan mətninin hansı hissəsində bu tarixi mənbəyə istinad edə bilərik? Baxın, burada şəkildə Qarabağ xanlığının gümüş pulu Pənahabədi pulunu görürük. Uşaqlar, biz mətnin məhz Şuşa qalası adlı hissəsində Qarabağ xanı Pənahəli xanın adına məhz Pənahabadi adlı gümüş pulun buraxıldığını təsdiqlənir. Ç tapşırığı. Aşağıdakı bayatını oxuyun. Mətnin məzmunu ilə əlaqələndirin. Pənahəli xanın Azərbaycan tarixindəki rolu haqqında danışın. Bu qala bizim qala. Həmişə bizim qala. Tikmədim özüm qalam. Tikdim ki izim qala. Bayatıda işlənən qala sözünün mənalarına diqqət edin. Hansı misralarda qala sözü həm isim, həm də feil kimi düşünülə bilər? Uşaqlar, gəlin biz birinci suala diqqət edək. Pənahəli xanın Azərbaycan tarixindəki rolu haqqında danışaq. Məhz Pənahəli xanın tikdirdiyi Şuşa qalası bu gün də qorunub saxlanılır və Azərbaycan xalqı üçün yenilməzlik simvolu daşıyır. Bayatıda deyildiyi kimi əsl şəxsiyyət çalışmalıdır ki, dünyadan köçüb getdikdən sonra onun öz adı, sanı yaşasın. Pənahəli xanın da ən vacib işlərindən biri, ən vacib məqsədlərindən biri də bu idi ki, o qala hər zaman var olsun. Yəni Şuşa qalası bu gün də var və sabah da var olacaq. Bayatıda işlənən qala sözünün mənalarına diqqət edin. Hansı misralarda qala sözü həm isim, həm də feil kimi düşünülə bilər? Uşaqlar, biz amonim sözlər barədə keçmişik. Yəni, deyilişi və yazılışı eyni, mənaları fərqli olan sözlərə amonimlər deyilir. Burada isə qala sözünün həm isim, həm də feil kimi düşünülə biləcəyini görə bilərik. Bu qala bizim qala. Birinci qala sözü, bu qala nə qala isimdir, bizim qala, yəni kaş qala, qalaydı. Burada biz feili görə bilirik arzu şəklində. Həmişə bizim qala. Yenə də biz burada feil formasında görürük qala sözünü. Tikmədim özüm qalam, tikdim ki izim qala. Burada da yenə feil şəklində görürük. Amma birinci məhz burada qala sözü isimdir. Pənahəli xan mətninə və aşağıdakı tarixi mənbələrə istinad edərək qalaların tikilmə ardıcıllığını müəyyən edin. Qarabağ qalaları adlı tarixi informativ mətn hazırlayın. Şuşa şəhərinin binasını qoydular. Şahbulaqda sakin olanları buraya gətirdilər. Sonra Pənah xan öz ailəsi üçün uca imarətlər və geniş binalar saldırdı. Mirzə Adgözəl bəy 1845-ci il. Pənahəli xan öz iqamətgahını Bayat qalasından Şahbulağa köçürdü. Lakin buranın iqlimi isti idi, həm də xanlığın mərkəzi kimi əlverişli deyildi. Bu səbəbdən xan burada həmişəlik qalmağı münasib görmədi. Əhməd bəy Cavanşir 1884-cü il. Uşaqlar, gəlin qalaların tikilmə ardıcıllığına baxaq. 1845-ci ildə Mirzə Adgözəl bəy yazır ki, Şuşa şəhərinin binasını qoydular, Şahbulaqda sakin olanları buraya gətirdilər. Burada isə qeyd olunur ki, növbəti hissədə Pənahəli xan öz iqamətgahını Bayat qalasından Şahbulağa köçürdü. Baxın, Şahbulaqdan Şuşa şəhərinə köçürülür. Amma
Bayatdan da şahbulağa köçürülür. Demək ardıcıllıq belə olacaq ki, birinci bayatı tikilib, bayat tikilib daha doğrusu. Sonra şahbulaq yaradılıb. Sonda isə hara yaradılıb, hara tikilib, Şuşa qalası yaradılıb. Məhz ardıcıllıq belə olacaq. Bayat qalası, Şahbulaq qalası və Şuşa qalası. Baxın, Ağdam Şahbulaq qalası burada, Şuşa qalasını görürük və Ağcabədi Bayat qalasını görürük. Bayat qalası Ağcabədidə yerləşir. Ağcabədi daha isti iqlimə malikdir. Növbəti Ağdam qalası, Ağdamda yerləşən Şahbulaq qalası və ən sonda isə Şuşa qalası ən əlverişli yerlərdən biri idi. Müdafiə xarakterli yerlərdən biri idi. Dil qaydaları 4. A tapşırığı. Cümlələrdə Şuşa sözünə əlavə edilmiş şəkilçiləri müəyyən edin. Şuşa gözəl şəhərdir. Şuşanın əsrarəngiz təbiəti var. Şuşanı dünyanın bir çox yerlərində tanıyırlar. Şuşaya istirahət etməyə gələnlərin sayı çox olur. Hər il Şuşada Xarı Bülbül festivalı keçirilir. Bu ətirli çiçəkləri Şuşadan gətiriblər. Uşaqlar, biz burada ismin hallanması adı başlıq altında dil qaydasını keçəcəyik. İsimlər cümlədə işlənərkən müxtəlif şəkilçilər qəbul edir. Buna ismin hallanması deyilir. İsmin 6 halı var. Adlı hal şəkilçisi yoxdur. Nə sualına cavab verir, nə kim, nə və hara sualına cavab verir. Yiyəli hal ın, in, un, ün şəkilçisi ilə düzəlir. Nəyin, kimin, haranın suallarına cavab verir. Kitabın. Yönlü hal A, Ə şəkilçisi ilə düzəlir. Kimə, nəyə, haraya sualına cavab verir. Təsirli hal I, I, U, Ü şəkilçisi ilə düzəlir. Kimi, nəyi və haranın sualına cavab verir. Yerli hal da, də şəkilçisi ilə düzəlir. Kimdə, nədə, harada sualına cavab verir. Çıxışlı hal dan, dən şəkilçisi qoşulur. Kimdən, nədən və haradan suallarına cavab verir. Baxaq görək biz A tapşırığında Şuşa sözünə əlavə edilmiş şəkilçilər ismin hansı hallarındadır? Şuşa gözəl şəhərdir. Burada Şuşa sözü adlı haldadır və hara sualına cavab verir. Şuşanın əsrarəngiz təbiəti var. Burada biz yiyəli halın ın, in hissəsini görürük və əlavə olaraq n bitişdirici samitindən də istifadə edilib. Şuşanı dünyanın bir çox yerlərində tanıyırlar. Şuşanı yenə bitişdirici n samitindən istifadə edilib. Əlavə olaraq da təsirli halın şəkilçisini görürük. Şuşaya istirahət etməyə gələnlərin sayı çoxdur. Şuşaya A, Ə, yəni yönlü hal şəkilçisinin əlavə edildiyini görürük. Yenə y bitişdirici samitindən istifadə edilib. Hər il Şuşada Xarı Bülbül festivalı keçirilir. Şuşada, harada yerli hal, Şuşadan, haradan çıxışlı hal şəkilçisini görürük. Sualların yerinə müəllim sözünü uyğun şəkildə dəyişib köçürün. Kim sönməyən günəşdir? Müəllim demək adlı haldadır. Cəmiyyətin formalaşmasında kimin zəhməti böyükdür? Müəllimin demək yiyəli hal şəkilçisi qoşulacaq. Kimə hörmət etmək hamının borcudur? Müəllimə, yəni yönlü hal şəkilçili sözdür. Kimi məclisin başına dəvət edərlər? Müəllimi. Burada isə biz təsirli halın şəkilçisini görürük. Kimdə olan səbir heç kimdə olmaz? Təbii ki, müəllimdə. Burada isə biz yerli halı görürük. Biz həyatda düzgün yaşamağı kimdən öyrənirik? Əlbəttə müəllimdən. Burada isə biz çıxışlı halın şəkilçisini görürük. İsimlərə uyğun şəkilçilər artırıb yazın. Hər bir ismin halını müəyyən edin. Bitişdirici samitlər, uşaqlar. Biz bitişdirici samit olaraq y, n və s samitlərindən istifadə edirik. Və bitişdirici samitlər nə zaman istifadə edilir? Təbii ki, söz saitlə bitdiyi halda biz y, n və s samitlərindən istifadə edirik. Samitlə bitən sözlərə baxsaq, dəftər sözün kökü olduğuna görə və sonda r samiti ilə bitdiyinə görə biz burada bitişdirici samiti görmürük. Dəftərin, dəftərə, dəftəri. Amma saitlə bitən sözlərə baxsaq,
Meşənin bitişdirici samitdən istifadə edilib. Suyun bitişdirici samitdən istifadə edilib. Meşəyə y bitişdirici samitindən istifadə edilib və s. Malik baltanı itilədi. Demək, biz burada n bitişdirici samitini əlavə etməliyik. Ləman pəncərəni bağladı. Yenə n bitişdirici samitindən istifadə edirik. Eldar ustanı Eldar üzr sayın, ustaya kömək etdi. Bakının havası küləklidir. Kapitan gəmini idarə etdi. Sərgiyə məşhur adamlar gəlmişdi. C tapşırığında biz qruplarla iş görürük. Aşağıdakı isimləri hallandırıb cümlələrdə işlədin. Birinci qrup rəssam, kəpənək, meşə. İkinci qrup qonaq, odun, Bakı. Üçüncü qrup övlad, sümbül, səma. Dördüncü qrup gülçü, balıq, dəniz. Uşaqlar, burada diqqət etməli məqamlardan biri də məhz 3-cü sinifdə keçdiyimiz dil qaydalarına istinad etməkdir ki, burada kəpənək sözündəki k samitinin yazılışına diqqət edirik. Qonaq sözündəki q samitinin yazılışına diqqət edirik. Eləcə də balıq sözündəki q samitinin yazılışına diqqət edirik. Sağ olun, salamat.